Bugün ayın 20'si noyabr 2024-cü il. Ayın 12-sindən başlayan Azərbaycan-Əfqanistan yolculuğunun davamıdır. İnşallah yükümüzü təhvil vermişik, geri dönürük. Dünən gəldi, İsrail gün daxil olduq. İran İslam Respublikasının gömrüyünə, Doğarına geri dönüş zamanı. Daxil olduq gömrüyə. Dünən uzun günü buradayıq, bugün də hələ buradayıq. İndi mən özüm Erkman Transport Beynəlxalq Yükdaşıma şirkətinin rəhbəriyəm. Bu əzablı günləri yaşamış, bu əzablı günlərlə formalaşmış bir insanam. İndi qayıdıb adama deyərlər ki, boyda imkan sahibisən, müdürsən, yenə səni məcbur eləyən nədir? Məcbur eləyən odur ki, o zirvələri fəth etdik. Heç vaxt istəmədik ki, insanlara zirvədən aşağı baxaq. Yəni o rol ki, bizə çörək verdi, hər zaman o rola doğma münasibət göstərdik ki, və hər kəs də bilsin ki, biz sizdən, siz də bizdənsiz. Heç vaxt kiməsə yuxarıdan aşağı baxmaq fikrimiz olmadı. Kimlərsə bizim haqqımızda elə düşünə bilər, amma bu yolçuluqlara özümüz ona görə çıxırıq ki, həqiqətən biz keçmişimizi unudan bir insan deyilik. Və o ağır acılı günlərin rahatçılığını əldə etdik. Yüksək səviyyədə iş yeri qurduq. Çoxlu insan ətrafımıza cəlb etdik. Amma o demək deyil ki, o insanların hər hansı birindənsə fərqliyik. Allah bizi bərabər yaradıb, zəif gəlib, zəif gedəcəyimiz dünyadan ancaq insanlığımız bizimlə bərabər gedəcək. Qayəmiz, fikrimiz hər zaman insanlıq olub. Bura gəlmişik, hər kəs sual verir bizə. İlk dəfə də bura əfqanlar çoxdur burada. Sual verirlər ki, bəs müsəlmansan? Mən elə onların verdiyi suallara baxıram və onların yanaşmasına, yaşadıqlarına baxıram. Vallahi Allah bizə din qoyub, kitab qoyub, oxuyub əməl eləmirik. Amma şeytanı görməyiblər. Şeytanın bir dənə sifarişi var. Şeytanın dediyin hamısını əməl eləyirlər burada. Yəni baxırsan, görürsən insanlıq, İslamdan, müsəlmançılığından danışırlar. Amma sıralara girmək, haqsızlıq, zirzibillik, yaşadığı yerlərə diqqət yetirmək. Baxın, çörəkdir. Yəni elə olub ki, o bitkiyə çörəyin həsrətində olan insanlar olub. Yəni insanlıq çox belə, nə demək, uzaq dərəcədə. Həmişə deyirəm, müsəlmançılıqdan sual verirlər, amma müsəlmançılığın kitabını da, Allahın göndərdiyi kitabı da görürlər. Amma ona əməl eləyən az. Amma şeytanı görməyiblər, bir sifarişi var. Şeytanın görmədiklərin, demədiklərin, bilmədiklərini eləyirlər. Belə qardaşlar, bugünkü gün bura gəlib çıxmağımızın, bu səfərə baş vurmağımızın əsas məqsədi odur ki, o acı günləri yaşayıb buralara gəldik, çıxdıq, zirvələrə çıxıb insanlara yuxarıdan aşağı baxmaq üçün yox, zirvələri fəth etdik, hər kəsi zirvəyə dartmaq üçün, gözəl həyat, xoşbəxt həyat sürmək üçün çalışdıq. Biz əzab çəkdiksə, biz səhvlər etdiksə, istəmərik ki, kimlərsə əzab çəksin, kimlərsə səhv etsin. Əldə etdiklərimizdən, düzlərdən düz iş görməyi və səhvlərin üzrindən rahat iş əldə edib, rahat həyatı sürmək üçün hər zaman təbliğat aparmışıq, işlər görmüşük. Çox sağ olun.